Tamam. Əziz abituriyentlər, bu günlərim keçirilən OTK-nın 11-ci sinif buraxılış imtahanının izahını bilirəm. Sizdən kanalı izləyib abunə olmağı və ətrafınızdakı yoldaşlarınızla paylaşmağı xahiş edirik. Vaxt itirmədən başlayaq. Deməli, birinci sualımızda deyir, iki rəqəmli ədəd rəqəmlərinin cəmi 12-dir. Bu ədədin onluqlarını göstərən rəqəm təkdən göstərən rəqəmin 50%-nə bərabər olarsa, iki rəqəmli ədəd tapın. Deməli, bizim iki rəqəmli ədədimiz var. Onların rəqəmlərinin cəmi 12-dir. Və onluqlarını göstərən rəqəm, yəni A, B-nin 50%-dir. B vur 50 bölü 100. Bunu da ixtisara aparsam, o zaman B bərabər olur 2A-ya. Gətirib B-nin yerinə 2A yazsam, A plus 2A 12, 3A 12, A da bərabərdir 4-ə. İndi biz A-nı tapdıq, o zaman B bərabərdir 8. Aparıb yerinə yazsaq, onlar 48 C variantı. 32-ci sual 15 hissənin natural bölənində, natural böləndə o zaman əsasları sadəyə çevirməliyik. 3 vur 5 üstü n, 3 üstü n, 5 üstü n. Hə, çevirəndən sonra deyir, natural böləndən sonra 32-dir, o 25-dir. Natural bölənə sayını tapanda bir vahid artırıb vururduq. O zaman belə çıxır ki, nəyin kvadratı 25 edir? 5-in. N plus 1 5-dirsə, o zaman n də 4-dür. Y variantı. 33 1 çıx 4 belə bir ifadə verib. Bunu necə sadələşdirərik? Yəni hesablayarıq. Diqqətimizi çəkən məqam odur ki, bunların hər biri kvadratdır. Yəni biz bunu 1 çıx 2-də 1-in kvadratı yazarıq. 2-də 1-in ayrıca kvadratı. Bu da elə 1 çıxma 1 toplama. Yəni 1 çıx 2-də 1, 1 üstə gəl 2-də 1. Bunu da sadələşdirsəm, eləyər 2-də 1 vur 2-də 3. Onda belə çıxır ki, eyni qaydada 1 çıx 9-da 1 də sadələşdirsək, 1 çıx 3-də 1, 1 plus 3-də 1. Bu da eləyər 3-də 2 vur, 3-də 4. Onda belə çıxır ki, bu hara 15-ə qədər belə gedəcək. Deməli, 2-də 1 vurulsun, 2-də 3, vur 3-də 2 vurulsun, 3-də 4. Daha sonra 16-nı götürsəm, 1 çıx 4-də 1, yəni 4-də 3 vur, 4-də 5. Daha sonra 5-də 4 vurulsun, 5-də 6. Bu formada gedəcək. O zaman buradan da baxıb görürük ki, bunlar bu formada ixtisar edir. Bunlar bu formada ixtisar edir. Daha sonra bunlar bu formada. Hamısı demək olar ki, ixtisar edəcək. Ən axırıncıda nə qalacaq bizdə? 15-də 14 ilə 15-də 16. Baxıb görüm ki, bunun əvvəlki 15 ilə buradakı 14 bunlar gedəcək. Qalacaq yekunda 15-də 16. 15 16 buradan da əvvəldən 2-də 1 qalacaq. O zaman 2-də 1-i də 15-də 16-ya vursaq, bunlar da ixtisarçılar qalır 15-də 8 A variantı. Ya da bir-bir hesablayıb yerinə qoyub ixtisar aparacaqlar. Abituriyentlər 14-cü sual. Baxaq görək bunu nə deyir burada. Deyir ki, x çıxı sayda işçi bir işi 12 saata görür. Başqa bir iş həmin işi. Həmin işi varsa bu necə asılıqdır? Tərs mütənasib. Asılıdır, yəni işçinin sayını artırsaq zaman azalacaq, işçinin sayını azaltsaq zaman artacaq. O zaman x çıxılsın 2 işçi 12 saatdırsa, x çıxılsın 6 işçi də 18 saatdır. Çarpaz vursa, tərs mütənasib olduğuna görə qarşı-qarşıya vursaq, onlar 12 qısıq 24 bərabər 18 qısılsın 108. Bu deyir 6x bərabərdir. 108-dən 24 çıxsaq neçə eləyər? 84. X-i də taparıq 14. Bizdən də X-i soruşur. 235-ə belə bir ifadəsini sadələşdirin. Sualı var. Aşağı bizim diqqətimizi çəkir. A plus 1 bölə A. Toplamının yerindəkində cəm dəyişmir. Biz bunu A kvadrata çıx 1 üstə gəlinsin 1 bölə A kvadrat yazarıq. Əslində bu müxtəsərdir. A plus 1 bölə A vurulsun. A-nın kvadratı çıx A vurulsun 1 bölə A. Üstə gəlinsin 1 bölə A-nın kvadratı. Yəni qısacası bu A kubu plus 1 bölü A-nın kubudur. Məxrəci tapdıq. İndi yuxarıdan da biz belə bir ifadə almalıyıq. Biz A üssü 9 və A üssü 3-ü nə etməsək, belə bir ifadə alınır. Hər birini A üssü 6-ya bölərik. Hər A üssü 6-ya bölsək, deməli yuxarıda nə qalacaq? Hər birini A üssü 6-ya bölsək.
E, bunlar silinsin. Deməli, hər birinin A üstü 6-ya böləsi olsa, olacaq, yəni mötərizə xaricdən çıxartsaq, olacaq A kubu plus 1 bölü A'nın kubu. Və bunu da biz A üstü kubu plus 1 bölü A'nın kubuna bölsək, ixtisarlar gedər, qalar sadəcə A üstü 6D variantı. 36-cı sual belə bir cevra sualdır. Bura 75 veribsə, deməli, bura toplam nə qədərdir? 150-dir. Bizə demişdik ki, toxunanlar arasında qalan bucaq ilə ona yaxın olan qövsün cəmi 180-dir. O zaman bunun cəmi 180-ə bərabər eləsək, o zaman alfanı alarıq 30 dərəcə. O sadə bir sual idi. 37. Buranı ABC-ni 110 verib. AB, DE-yə bunlar paraleldir. Bunlar da öz arasında paraleldir. Paralel çözümün bura alfadırsa, bura da alfadır. Bizdən Y, D, F-i soruşur. Buranı bilmirəm beta. Biz bilirik ki, kənarların cəmi ilə 180 çıxanda ortadakı bucaq alınır. O zaman 110 ilə kənardakı bu bucağın alfa plus betanın cəmindən biz 180 çıxsaq, yenə mərkəzdə alfa bucağı alınır. O zaman burada alfalar ilə silah gedər. O zaman B çıxılsın 70 0 alınır. O zaman B neçəymiş? Beta bucağı 70 imiş. Belə bir sual. 38 edirgənə aid bir sualda kəsmə və birləşmə sualı. Baxın görək ki, bizim iştiqlənmiş hissəni soruşur. İştiqlənmiş hissə nədir? A və B-nin kəsişməsi. Burada A və C-nin kəsişməsidir. Hər ikisini yekunda götürürəmsə, mən bunları birləşdirirəm. Buradan da A-nın mötərizə xaricdən çıxartsaq, o zaman olacaq A kəsişməni daha doğrusu mötərizə xaricdən çıxartsaq, qalacaq B birləşmə C. O da olacaq C variantı. 39. ABD bucağın 70 verib. Rəngi dəyişəlim. Gözümüz öyrəşməyib. Bura 70. DC parçası BDY bucağının tənbirəndir. O zaman bura alfadırsa, burada alfadır. DCK-nı tapaq deyir. Əgər burada bu bir tərəfli bucaqlar olduğuna görə o zaman 2 alfa 70, alfa olur 35. İndi bura 35 isə yenə bir tərəfli bucaqlar burada özünü göstərir. O zaman bura 35-dirsə, burada olacaq neçə? 145 dərəcə cəmi 180 olmalıdır. 40-cı sualdan davam edək. Deməli, 40-cı sualda nə deyir? Bir burada 8-ci dərəcəyə oxşuyur, bəli. Biz bunu 8-ci dərəcədə böyle iki qat radikal sualdır. Burada 2 varsa biz artı ədədə parçalaya bilərik. Hasılı 15 cəmi 8, bu 5 və 3-dür. Deməli, bu kök 5 çıxılsın, kök 3-ün ortada çıxma işarəsi varsa çıxma qoyuruq. Kvadratı imiş. Həqiqətən vurub açanda bu alınır. Bunları da ixtisar aparsaq modulda çıxacaq. Kök 5 çıxılsın, kök 3. Kök 5 çıxılsın, kök 3-ün də modulu müsbət olduğuna görə olduğu kimi çıxacaq. Deməli, birinci ifadədə kök 5 çıxılsın, kök 3. Amma dördüncü dərəcədən. Bu arada kökdən çıxmır. Kök işarəsi içərisində qalır. Çünki dördüncü dərəcədir. 8-dən 2 gələndə 4 qalır. Dördüncü dərəcədən də bu iki qoşma ədədlərin hansı olduğunu görürəm. Qoşma dolanda müxtəsər vurma düsturları alınır. Kök 5-in kvadratı çıx kök 3-ün kvadratı. Bu da olur 5 çıx 3. Dördüncü dərəcədən 2. Bu da olur Y variantı. 41-ci sual. ABC bucağında BH tənböləndir. ABY ilə e, ABY bucağı ilə ABY bucağı ilə e, YBS bucağı bərabərdir. Deməli, 19 çıxısı bu tənbölən imiş. Bucaq A 70-dir, bucaq C 60-dır. Bizdən HBY, bu ortadakı alfa bucağı soruşur. Deməli, bu BY tənböləndir, BH tənböləndir. Hündürlüyü ilə tənbəl arasında qalan həmişə bucaq nəyə bərabər olurdu? A çıxılsın C-nin yarısı moduldur. O zaman 70-dən 60 çıxıb 2-yə bölsək, bu da edir neçə? 5 dərəcədir. 42-ci sual. Köklərdən biri 3-dür deyir. Kvadratik təmin edən bir sualdır. O zaman ikisini yeni 3 yazıb hesablayacağıq. 2 vurulsun 9, çıx 3n, çıx 9, 0. Mənfi 3n bərabər çıxılsın, üstə gəlinsin 9, 0. O zaman n də bərabərdir nəyə? 3-ə. Dəqiqə burada nəyəsə səhv eləmədiyimi, yoxsa yox.
18 çıx 9. En müsbət 3 alınır. Hə, təminin digər kökünü tapın deyir bizdən. Eni tap demir. Eni aparıb yerinə yazıb o zaman digər kökünü tapa bilərik. Və yaxud bunu əslində heç eni tapmadan da tapmaq olar da. Əgər bu təminin köklərini bir teoremi köklərin hasili -9/2-dirsə və köklərindən biri x1 də 3-dürsə, o zaman 3x2 -9/2, x2 də bərabərdir -3/2, yəni -1,5. Ona görə olur Yeva. Heç bu hissələri tapmasaq da olardı. Mən şərti sona qədər oxumadım. Eyni axtardığımı düşündüm. E, Keçək növbəti suala. Yəni, baxaq görək problem varmı burada? Eni biz 3 tapmışdıq. Hə. 43 köşələr cəmini ödəyir, yəni. A kvadrat plus B kvadrat 34 A bomboşdursa A plus B cəminin müsbət qiymətini tapın. A plus B-nin düsturu var, yəni bunun ifadə ilə bağlı. Biz bunu nə yazarıq? A kvadrat müxtəsər kimi atsaq, B kvadrat plus 2AB. Gətirib A kvadrat plus B kvadratın yerinə 34 yazsaq, 34 plus 2 dənə 15 bölür 64. Kvadratı 64-dürsə, modulda kök alsaq, modulda 64 deyib 68 yazalım. 64 8 olar. O zaman A plus B-nin də müsbət qiyməti nə olar? Müsbət 8 Y variantı. 44 bucaq ABC 90-dır. Yəni düz bucaqlı üç bucaqdır. Daha sonra hündürlüdür. AD vurulsun DC və vurulsun BD. Hasılı 125'ti. B'den uzunluğunu tapın. Biz burada eğer bilmirik, bura h desək, bu da mn olar. Biz bilirik ki, h kvadratı m vur n'ə bərabərdir. Və bizə də deyir ki, bu üçünün hasili, hmn'in hasili 125'dir. O zaman m'nin yerinə də h kvadratı yazsaq, olacaq h kubu 125. H da bərabər nəyə o zaman? Kubu 125 desə, özü də 5'dir. Bizdən də BD-ni soruşur 5. 45-ci sual 45-də nə deyir? Dəqiqə. Belə bir çoxluğa aid bir sualdır. Rəngi dəyişək. Deyir, A və B çoxluqları üçün 3NA bərabərdir MB-yə. A çıx B 5-dir, B çıx 19 isə birləşməni tapın. Ən azından A çıx B-nin düsturu nədir? A çıxılsın A kəsişmə B. B çıxanın düsturu nədir? İndi qabaqlarında M var. Biz baxıb getməsin deyə yazmırıq. B çıxılsın A kəsişmə B-dir. Deyir, bunu verib neçə? 10, B 5 verib, bunda 19 verib. Bizdən birləşməni soruşur, kəsişməni soruşur. Biz elə bunu alt-alta toplasaq alınarmı? Hə, deməli, çıxmaqla da bəlkə alınır. Aha, alt-alta çıxsa, o zaman qalır A çıxılsın B, NA çıxılsın MB. Bunlar islah olub gedir, bərabərdir -14. Və MB də bərabərdir 3 dənə NA-ya. O zaman gətirib MB-nin də yeni 3 dənə NA yazsam, olacaq NA çıxılsa 3 NA bərabərdir -14. O zaman burada alınacaq ki, -2 NA bərabərdir -14. NA da o zaman bərabərdir 7. Əgər NA 7-dirsə, onda belə çıxır ki, gətirib yerinə yazsaq elə bir şey tapa bilərik. Kəsişməni tapa bilərik. O zaman gətirib bura rəngi dəyişək. 7 yazsaq, 7-dən nə çıxsaq 5 eləyər? 2. O zaman o A kəsişmə B də bərabər olacaq 2-yə. De burada 7 çıxılsın. 2 bərabərdir 5-ə. Sonra keçək 46-cı sual. 10 detal usta 3 günə, şagird isə 5 günə hazırlayır. Usta və şagirdi birlikdə 560 detalı neçə günə hazırlayır? Demək, biz bir gün üçün axtaraq. Əgər 3 günə usta bir gün üçün bir günə. Əgər 3 günə 10 detal hazırlayırsa, bir günə 10 bölücünü hazırlayır. Şagirdi isə
Bir günə eğer 5 günə 10 hazırlayırsa, bir günə də o zaman 10 bölü 5. Yəni ikisini hazırlayır. Bir gün o zaman bunlar toplam nə qədər detal hazırlayır? 2 tam 3'də 10. Yəni 5 tam 3'də 1. İndi bəs bir günə 5 tam 3'də 1 hazırlayırsa, bu bir günədir. Bəs 560 detala neçə günə hazırlayır? T günə. O zaman tənasüb də qursaq, təbii ki, günlərin sayını artırsan, hazırlanan detal sayı da artacağına görə düz mütənasibdir. O zaman 3'də 16 T bərabərdir 560-a. T'ni də tapsaq 560'ı vurub 3'ə 16'ya bölərik. Və bunu 16'ya bölərik. 8'i ixtisar aparsaq 70. Burada 2 qalar. Bu da edir 105. Deməli 105 günə toplamda bütün detalları hazırlayarlar. O zaman bu sualda cavab oldu 105. Keçək digər sualı, bunun artıq silmək məcburiyyətindəyik. E, 47-ci sual belə bir sadələşdirmə. İndi kəskin sadələşdirək. Neyin toplanan yerindəki nəticə dəyişməz və yaxud burada birincidən elə köküçü mötərizə xaricə çıxarsaq, qalar 1 plus kök 5. Bu tərəfdən də kök 2-ni mötərizə xaricə çıxarsaq, mənfi kök 2-ni, bu da edir 1 plus kök 5. Sonra 1 plus kök 5-in özünü çölə çıxartsaq, yəni kök 5 plus 1-i, qalar kök 2 çıxılsın, kök 3 çıxılsın, kök 2. Məxrəcdə də elə verib kök 3 çıxılsın, kök 2. Bunları da ixtisar aparsaq, deməli bu kəsin cavabı oldu nə? Kök 5 plus 1. İndi kök 5 plus 1 də kök 5 minus 1'ə vursun. Bunlar bir-birinə qoşma ədədlərdir. Bu da eləcə kök 5'in kvadratı çıx 1'in kvadratı. Yəni 5 çıx 1. Yekunda da cavab olacaq 4. Yəni bu sualın da cavabı oldu 4. 48 belə bir ifadə verib. Biz bizim açıq B-ni soruşub. O zaman biz müxtəsər düsturlarından bunu açıq B ilə əvəz eləsək, yəni buna köməkçi düsturu nədir? Açıq B-nin kvadratı plus 4AB bərabər 4AB-yə. 4AB-lər gedir. O zaman açıq B-nin kvadratı sıfırdır. Kvadratı sıfırdır, deməli özü də sıfırdır. Gətirib bu açıq B-ni də yerinə yazsaq, 0 üstə gəl 4, 4. Bu sualın cavabı oldu 4. 9-cu sual belə bir sualdır. A plus B bölünsün A minus B-ni istəyir. Hər birin köməkçi düsturu ilə yenə əvəz eləsəm, A plus B-nin kvadratın, yəni A kvadrat plus B kvadrat nə yazarıq? A plus B-nin kvadratı çıx 2AB bərabərdir 6AB-yə. O zaman A plus B-nin kvadratı nəyə bərabərdir? 8AB. O zaman A plus B nəyə bərabər olacaq? Kök altında 8AB. Bu öz yerində. Bir də çıxması ilə də, çünki mənə çıxması da lazımdır. Buna A çıx B-nin kvadratı plus 2AB yazaram. Bərabər olar nəyə? 6AB-yə. Bu deyir A çıx B-nin kvadratı 4AB. O zaman A çıx B də bərabərdir kök altında 4AB. Mən gətirib bunları uyğun olaraq A plus B bölü A minus B-ni istədiyinə görə, o zaman A plus B bölünsün A minus B bərabərdir kök altında 8AB bölünsün 4AB. Bunları da ixtisar aparsaq, qalar kök altında 2. 49'un da cavabı oldu. Kök altında 2. Keçək 50-ci suala. Belə bir fiqurdur. Perimetri 60'dır. 6 tərəfli fiqurdur. ABC AD və üstüzə bərabər. Demək, hər biri bərabər tərəflidir. AC-nin uzun olmuş. İndi biz bu üçbucağın tərəfini x desək, onda hər biri x-dir. Buna y desək, onda hər biri y-dir. Onda AC tərəfi oldusa x plus y, deməli bu üçbucağın tərəfi x plus y-dir. Digər tərəflər bərabər tərəfli olduğuna görə. İndi bu üçbucağın perimetri 60'dır. O zaman x plus y plus x plus y, bu iki tərəf. Plus 2x və plus 2y, bu daxildə olduğuna görə bunu götürmürük. Perimetr deyəndə ətrafı götürürük. Bu deyir neçə? 4x plus 4y bərabərdir 60'a. O zaman x plus y nəyə bərabərdir?
15'e. İndi bizden x plus y soruşur. AC nə soruşur? Vəssalam. AC ilə bərabər x plus y. 51. Aralarındakı məsafə 960 km olan iki şəhərdən eyni zamanda qarşı-qarşıya iki avtomobil yolu düşür. Deməli, iki dənə şəhərdə 960 kilometrdir. A-dır, B-dir. Onlardan birincisi bu yolu 16 saata gedir. Onda A-nın sürəti nəyə bərabərdir? Gedilən yolu zamana qılsam 960 bölünsün 16. Bu oldu bunun sürəti. Yəni 60 kilometr bölü saat. B-nin sürəti nədir? BB də bərabərdir o zaman 960 bölünsün 14. Bu da eləcək 480 bölünsün 7 kilometr bölü saat. Deyir onlar görüşənə qədər birinci avtomobil nə qədər yol gedir? Tutaq ki, indi haralardasa buralarda bir yerdə görüşürlər məsələn. Görüşünə qədər nə qədər yol gedir? O zaman mən zamanı tapmalıyam da. Biz də bilirik ki, qarşı-qarşıya gələn hərəkətlərdə sürətlər nə olur? Toplanır. O zaman bilmirəm axı neçə saatdır, neçə saat gedəcək. O zaman VA plus VB vurulsun T. Bu üz-üzə gələndə gəlib görüşürlərsə, deməli yolun hamısını gedirlər. İkisi birlikdə 960. O zaman T-ni tapsam nə edəcəm? 960-ı bölməliyəm bu ikisinin cəmini. Və yaxud belə də yaza bilərik. Elə birbaşa yazaq ki, rahat ixtisar getsin. 60 üstə gəlinsin 480 bölü 7 vur T bərabər 960. Yəni 60-a hamısı ixtisar gedir. O zaman 1 üstə gəlinsin 7-də 8 T bərabərdir. 60 ixtisar aparsaq neçə qalır? 16. O zaman T-ni də tapırıq nə? Bu 7-də 15 eləyir. 16 vurulsun 15-də 7. Tərsinə çevirsək. Bu derece 15'te indi 112. O zaman saatı tapdıq 15'te 112. İndi bizə bunun getdiyi yol lazımdır. Əgər 1 saata 60 kilometr gedirsə, 2 saatına 120 gedirsə, bəs bu qədər saata nə qədər gəlir? O zaman mən bu x yolunu tapmaq üçün x də bərabərdir VAT. Aparıb yerinə yazsam, olacaq və sürətimiz 60'dır. 60'ı vuracaq 15'te 112. Bunu ixtisar yaparsam 4, 4'də 12'ye vursam 448. Deməli 448 kilometrə ilə birinci avtomobil gedər. Məsələn, belə bir sual. Deməli bu sualın cavabı oldu nə qədər? 448. Əgər hardasa bir hesablama səhv aparmamışıqsa. Baxaq görək növbəti sual hansıdır? Rəngimizi dəyişək. 52. Qonşu bucaqlardan birinin dərəcə ölçüsünün 3 misli, digərinin dərəcə ölçüsünün 2 misli var. Demək, qonşu bucaqlarsa bunların cəmi 180-dir. Və deyir, birinin dərəcə ölçüsünün 3 misli, yəni 3 alfa. Digərinin dərəcə ölçüsünün 2 mislinə bərabərdir. Bərabərdir 2 betaya. O zaman alfa burada 2K-ya bərabərdir. Beta da 3K-ya. Və bunların cəmi yekunda nəyə bərabərdir? Yəni 180-ə. O zaman 5K 180-dirsə, K deyilir 36. İndi K-nı tapdıq. Bizdən bucağı soruşur. O zaman alfa bərabərdir 72, beta da bərabərdir 108. Vəssalam. 53. 180 kiloqram 20% duz məhluluna nə qədər su buxarlandırmaq lazımdır ki, e, buxarlandırmaq lazımdır ki, bu da o olmalıydı. Nə eləsin? 24% məhlul alsın. O zaman su buxarlananda nə olur? Su buxarlanır gedir. O zaman bizim düsturumuz nə olacaq? M1 180 vurulsun 20 çıxılsın M vurulsun su buxarlanırsa su faizi sıfırdır. Bərabərdir 180 çıxılsın M vur 24. İndi bu olsa yoxdur burada. Hər tərəfə elə 6-ya ixtisar apara bilərik. Burada 4 qalacaq. Burada da qalacaq nə? 30. Və bu 4 ilə də bunu ixtisar apararıq. 5. O zaman 150 bərabərdir 180 çıxılsın M. M də bərabərdir nəyə? 30-a. Deməli, 30 qram kiloqram su buxarlanmalıdır. 54-cü sual.
Belə bir sualdır. Deməli, AB mərkəzi uyğun olaraq toxunur. Toxunursa, deməli, bu da radiusdursa, mərkəzi birləşdirsə, deməli 90-lıqdır. Perpendikulyardır. AC 16-dır, BD 6-dır, CD 24-dür. Bu çevrələr arasındakı ən qısa məsafəni soruşur. Və bu X məsafəsini soruşur. Onsuz mən buranı bilirəm ki, 16-dır. Radius hər yerdə radiusdur. Burada biləm 6-dır. O zaman mən bu iki nöqtəni birləşdirsəm, aldığım bu ümumi AB məsafəsindən kənarları çıxaram, radiusları çıxaram. O zaman mən bunu, bu əslində nədir? Trapesiya şəklidir də, belə deyək. Mən bu trapesiyanı bu formada çəksəm, bura 6, bura 16, burada 24. İndi mən buranı axtarıram. 16 plus 6 plus x-i. O zaman mən buradan hündürlüyü yəni köçürsəm bura 24. O zaman burada 6-dır. O zaman bura 10-dur. O zaman 10, 24-ə görə mən bura bir dənə nə bilim, D desəm, D-nin kvadratı nəyə bərabərdir? 24-ün kvadratı ilə 10-un kvadratı bu deyilir 676. Bunun da kök neçə çıxır? D də bərabərdir 26 çıxır. Öz sualım, demək bu 26-ya bərabərdir. O zaman x plus 22, 6 ilə 16-nı bərabərdir 26-ya, x də alınır 4. Belə bir maraqlı bir sual idi. 55 sonuncu sual bizə deyir ki, belə bir sual verib. Ekranı təmizləyək. 80 nəfərlik bir qrupda X qəzetini oxuyanların sayı Y qəzetini oxuyanların sayının 4 mislidir. Hər iki qəzeti oxuyanların sayı qəzeti oxumayanların sayına bərabərdir. İndi deməli qəzeti oxumayanların sayını veribsə, deməli biz oxuyanların sayını tapanda ümumi nəfərdən onu çıxmalıyıq. Bizim ELV ilə yazsaq, bura x-dir, bura y-dir. Toplam bu cəmi 81 də bu x qəzetdir, bu y qəzetdir. İndi hər ikisini oxuyan A nəfərdir. O zaman A nəfər də oxumayandır. Çünki bərabərdir. İndi əgər Y-ə də mən B desəm, yalnız Y oxuyan B-dir. İndi X-də oxuyanların sayı ümumi Y-də oxuyanların sayı 4 mislidir. O zaman X də bərabərdir nəyə? 4A plus 4B-yə. Və bizə də deyir ki, indi qəzet oxuyanlar nə qədərdir ümumi qəzet oxuyanlar? 80 çıxılsın A. Çünki 80 ümumidir, A nəfəri oxumur. Bu isə ümumi də nəyə bərabər hər həmişə? Hər birinin tək-tək cəmi çıxılsın birləşmə. O zaman 4A plus 4B bu x-i bildirir. Bir də y, A plus B. Bu oldu cəm. Bir də çıxmalıyam ortağa. Ortaq nə qədər? Daha da A-nı çıxıram. Və bu A-lar buradan islah olur. Olur 5A plus 5B 80. O zaman A plus B nə qədərdir? 16-dır. Bizdən x-i soruşur. A plus B yəni y oxuyan 16-dırsa, x oxuyan nə qədərdir o zaman? 64. Deməli, cavab olur nə? X oxuyanlar bərabər olur. Nx 4 vur 16, 64. Bu da bugünkü ATK-sının sonuncu sualı. İzləyib kanala abunə olub yoldaşlarınızla paylaşmayı unutmayın. Hələlik sağ olun, növbəti sınaqlarda görüşənədək.